أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد أما بعد. Esselamu Aleyküm və Rahmetullahi və Barakatuhu. Deməli biz bəzi tarixi hadisələrə toxunuruq, yəni məsdərlərinə qaydırıq və mövzumuz da hicrətin 60-dan 64-cü iləcən olan bəzi hadisələrə toxunuruq. Və Yezid ibn Muaviyə barədə, ümumiyyətlə Hüseyn və o vaxtı olan bəzi hadisələrə toxunuruq. Deməli, bundan öncə bir neçə mövzulara toxunduq hadisələrlə bağlı. Və bugünkü mövzumuz, deməli, Hüseyn radiyallahu anhunun Həsənin mövqeyindən, Həsən radiyallahu anhun mövqeyi barədə olacaq. Yəni, Hüseyn razı oldu Həsəndən yoxsa yox. O məsələdə ki, hansı ki, Həsən belə qərar verdi ki, xilafəti versin Muaviyyəyə. Və ümumiyyətlə Həsən radiyallahu anhu Hüseyn radiyallahu anhudan biraz fərqlənirdi yanaşmada, baxışlarında, siyasi baxışlarında. Çünki bu danışdığımız ki, mövzu var, hicrətin 60-dan 64 və ya ondan qabaq və ya ondan sonra. Bu mövzuların dinlə heç bir əlaqəsi yoxdur. Bu mövzular sadəcə siyasi fikir ayrılıqları nəticəsində olan bəzi hadisələrdir, biz toxunuruq, tarixi hadisələrdir. Yoxsa bunun dini məsələlər deyil, yəni bu. Bunu mütləq ayırmaq lazımdır. Bu sadəcə siyasi baxışlar idi, fikirlər idi. Həsən radiyallahu anhunu biz görürük ki, fikirləri, baxışları, yanaşması Hüseyn radiyallahu anh hökmü deyildi. Yəni, belə baxanda o hadisələrə Hüseyn radiyallahu anhu heç razı deyildi Muaviyyəyə xilafət verilsin. Amma Həsən razılaşdı. Və Həsən, biz də görürük ki, Həsənin razılaşması müsəlmanlara daha faydalı oldu. Ne üçün? Əli ibn Əbi Talibin xilafətin vaxtına baxsaq, nəzər getirsək, görəcək ki, İslam dövləti çox zəifləmişdi və hədələr çoxalmışdı Rumlar tərəfdən və s. Ona görə güclü bir sərkərdəyə ehtiyac var idi, hakimə, rəhbərə. Hansı ki, birinci daxildə, ölkənin daxilində, xilafətin daxilində bu çəkişmələri sakitləşdirsin və sonra düşmənlərin cavabını versin. Belə bir, xüsusən Əli ibn Əbi Talibin xilafətindən sonra, belə bir rəhbərə ehtiyac var idi. Həsən radiyallahu anh da uzağı görən adam idi. Həsən radiyallahu anh gördü ki, bu işi Muaviyyə bacarar. Muaviyyə bacarar. Və ümumən Həsən radiyallahu anh belə baxanda, Həsən hətta Əli ibn Əbi Talib o vaxt ki, xilafəti Kufəyə gətirəndə Mədinədən, Həsən hətta onda istəmədi ki, Əli radiyallahu anh, Ömər ibn Xattamın qaynatası, xilafəti gətirsin Kufəyə. Hətta onda etiraz eləmişdi. Çünki Mədinə mərkəz idi. Böyük sahabələrin yeri idi. Kufə isə qıraq idi. Kufə qıraq idi və Kufə sahabə demək olar ki, yox idi orada, az idi. Barmaq sayıyla saymaq olardı. Həsən radiyallahu anh etiraz elədi. Lakin Əli ibn Əbi Talibin də atası idi, belə qərar vermişdi. Amma istəmirdi Kufəyə gəlsin Həsən radiyallahu anh. O vaxt ki, Əli ibn Əbi Talibi xavariclər vurdular və bir neçə gündən sonra Əli radiyallahu anh dünyasını dəyişdi. Xilafət də onda Kufədə idi. Yəni, paytaxtı. Və Kufə əhli Həsənə beyət elədi.
Həsənə beyət elədi. Təbii ki, Əli ibn Əbi Talib vaxtında belə idi ki, Şam əhli tamamən ayrılmışdı. Təbii ki, Həsən radiyallahu anhuya beyət eləyəndə Şam əhli eləmədi ona beyət. Beyət eləmədi. Və təbii ki, orada siyasi baxışlarda fərqli, yəni dinlə heç bir əlaqəsi yoxdur bu söhbətlərin. Siyasi baxışlar idi. Həsən radiyallahu anh neynədi? Həsən radiyallahu anh xilafətdə az oldu, az oturdu. Yəni təxminən 6 ay. Lakin o vəziyyəti gördü, vəziyyətə düzgün qiymət verdi. Gələcəkdə ola bilər nəticələri götür-qoy elədi. Həsən radiyallahu anh ağıllı idi. Və biz görürük ki, Həsən radiyallahu anh baxışlarından, hərəkətlərindən, fikirlərindən fitnəyə qarşı, müsəlmanlar arasında qan tökülməyə qarşı əleyhinə idi. Ona görə razılaşdı Muaviyyəyə verməyi xilafəti. Hətta onda da Hüseyn razı olmadı. Hüseyn razı olmadı və çünki Hüseynin mövqeyi, baxışları, yanaşması Həsəndən fərqlənirdi. Həsəndən fərqlənirdi. Lakin Həsən böyük qardaş olduğuna görə tabi oldu ona. Tabi oldu. Və təbii ki, Hüseynlə həmçinin bir yerdə Kufəlilər idi. Onlar da Hüseynin şiyələri idi, yəni tərəfdarları. Baxmayaraq, onlar da istəmədi ki, Həsən xilafəti versin Muaviyyəyə radiyallahu anhumaya. Lakin buna baxmayaraq, yəni hətta Hüseyn dedi ki, mən qardaşımla razı oldum, məndən böyük idi, heç nə demədim. Lakin Hüseyn Kufə əhlinə belə bir fikir verdi ki, onlara gözləyin Muaviyyə dünyasını dəyişinəcən. Muaviyyə, madam ki Muaviyyə xəlifədir, ona tabi olacaq. Və elə ki Muaviyyə xəlifə oldu, Əmir-i Müminin, Hüseyn radiyallahu anhu getdi Mədinəyə, köçdü Mədinəyə, Kufəni tərk elədi. Çünki əmin-amanlıq təzədən bərqərar oldu, fitnələr dayandı, fəthlər davam etdi. Hətta Kufə əhli Muaviyyənin hökmü altında qoşunlarda döyüşürdülər, Rumlarla və başqalarla. Yəni, vəziyyət elə bir ki, sabitləşdi siyasi vəziyyət xüsusən. Və Muaviyyə radiyallahu anhu Hüseynlə yaxşı idi. Hörmət eləyirdi Muaviyyə radiyallahu anhu, Hüseyn radiyallahu anhuya. Hətta Beytulmaldan ona elə ətalar verirdi ki, heç kəs ondan qabaq o boyda məbləğdə heç kəsə verilməmişdi pul. Və Hüseyn radiyallahu anhu götürürdü. Həsən də götürürdü. Onlarla yaxşı münasibətdə idi, onlar rahat idilər Muaviyyə radiyallahu anhun xilafəti vaxtı. Yəni Hüseyn razılaşdı onun xilafətinə. Hətta beyət elədilər ona, Muaviyyə radiyallahu anhuya. Və lakin bütün hər şey nədən sonra başladı? Muaviyyə ölümündən sonra. Radiyallahu anhunun. Deməli, Hüseyn radiyallahu anhu belə mövqe tutdu ki, öz ətbalarına dedi ki, susun, hələlik, sakit olun. Hələlik ki, Muaviyyə xilafətdədir, biz tabi olacaq. Biz tabi olacaq. Və Muaviyyə radiyallahu anhuna, Hüseyn radiyallahu anhu çox münasibəti yaxşı idi. Ümumiyyətlə, Muaviyyə radiyallahu anhu əhl-i beytlə. Bəli, Əli ilə arasında döyüş olmuşdu, sonra sülhə getdilər. Lakin o məsələlər getdi görsənir. Çünki baxmayaraq Əli ibn Əbi Talib döyüşmüşdü Muaviyyə ilə radiyallahu anhuma. Lakin sonra sülh oldu, sonra aralar düzəldi. Çünki əgər hələ olsaydı Hüseyn deyərdi ki, bu nə demək, lazım da öyle işləyin, sən mənə lazım da öyle. Muaviyyə nə göndərirdi, Hüseyn götürürdü. Bəli. Və nəinki Hüseyn, hətta Həsən də onlar tərkilirlər Kufəni və köçürlər deməli Mədinəyə. Onlar Mədinədə qalır. Deməli, məlum oldu Hüseynin mövqeyi. Hüseyn
ümumiyyətlə Həsənlə razı deyildi xilafəti verməkdə Muaviyyəyə. Lakin tabi oldu. Lakin bugünkü mövzu qutarsın. İnşallah gələn məclislərimizdə bunun davamını edəcəyik və xüsusən də o vaxt ki Muaviyyə dünyasını dəyişir radiyallahu anhu, fitnə onda başlayır yenidən. Lakin bu fitnə əvvəlki fitnələrdən fərqlənir. Artıq xəlifə olmaq meylləri artmışdı və hətta buna görə qan tökülməyə də razı idilər hamı, hər tərəf. Lakin bu qalsın gələn məclisimizə. Allah subhanət hələ bizə eşitli faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.